Salam hörmətli izləyicilər. Riyaziyyat video dərslərimizi davam etdiririk. Bugünkü video dərsimiz yenə natural ədədlər haqqında olacaq. Bu ikinci dərsimizdir. Bu video dərsimizdə əbob və əkob haqqında danışacağıq. Beləliklə dərsimizə başlayırıq. Əbob, ən böyük ortaq bölən. Verilmiş ədədlərin bölündüyü ən böyük ədədə bu ədədlərin ən böyük ortaq böləni, yəni əbobu deyilir. İndi əbobun mahiyyətini praktiki olaraq başa düşməyə çalışaq. Hər hansı iki ədəd götürək. 12 və 18. İndi baxaq görək, 12 və 18 ədədlərini hansı ədədlərə, yəni neçəyə bölmək olar? Əvvəlcə 12-dən başlayaq. 12-ni bölə bilərik 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya və özünə. Eyni cür 18-ə nəzər salsaq, 1-ə bölə bilərik 18-i, 2-yə, 3-ə, 6-ya, 9-a və 18-in özünə. Yazdığımız ədədlərə fikir versək, görərik ki, burada bəzi ədədlər, məsələn 2, 1, 3, 6 ortaqdır. Yəni, bu ədədlər həm 12-ni, həm də 18-i bölür. Ancaq bunların içərisində ən böyüyü 6-dır. Yəni, 12-ni və 18-i bölə bilən ən böyük ədədimiz 6-ya bərabərdir. Deməli, əbob 12, 18 bərabərdir 6 olacaq. Təbii ki, əbobu həmişə bu şəkildə tapmırıq. Nisbətən daha böyük ədədlər üçün bu qayda bizi çox görə bilər. Praktiki olaraq daha sürətli olan digər üsulumuza baxaq. Deməli, bu qaydamızda 12 və 18 ədədlərini yanaşı yazırıq. Və bu ədədləri sadə vuruqlarına ayırırıq. Necə? 12 və 18-i nəyə bölə bilərik? Hər ikisini. 2-yə. 12-ni 2-yə bölsək 6. 18-i 2-yə bölsək 9. İndi əlimizdə var 6 və 9. 6 və 9-u nəyə bölə bilərik? Hər ikisini 3-ə bölə bilərik. 6-nı 3-ə bölsək 2. 9-u 3-ə bölsək 3. İndi diqqət edirik nəyə? 2 həm 12-ni, həm 18-i bölür. Bunun qarşısına bir dənə işarə qoyuram. 3 həm 6-nı, həm 9-u bölür. Bunun qarşısına bir dənə plus qoyuram. İndi son olaraq bizdə 2 və 3 var. 2-ni və 3-ü bölən ortaq bir ədəd yoxdur. Bundan sonrasını bu şəkildə yazırıq. Əvvəlcə bunları 2-yə böləcəm. 2-ni 2-yə bölsək 1, 3-ü 2-yə bölmək olmur. Olduğu kimi saxlayırıq. Və əlimizdə 1 və 3 var. Bunu da 3-ə bölürəm. 1 qalır öz yerində. 3-ü 3-ə böləndə 1. Əvvəlcədən 2-ni və 3-ü qeyd etmişdik. Yəni qarşısına işarə qoymuşduq. Niyə? Çünki 2 həm 12-ni, həm 18-i, 3 həm 6-nı, həm 9-u bölür. Digər ədədlərimiz isə ortaq bölən deyil. Və əbobu tapmaqdan ötürü əbob 12 və 18 bu ortaq olan bölənləri bir-birinə vurmalıyıq. 6. Ümumiyyətlə əbob haqqında bunu da yadda saxlamaq lazımdır. Əbob ortaq bölənlərin hasilidir. İndi nümunə misala baxırıq. Əbob 32, 24, 40. Bizdən soruşulan budur. Yenə bayaqki qaydamıza əsasən bu misalı həll edək. Deməli, 32, 24 və 40-ı bölən ədəd. Elə 2-dən başlayaq. 32-ni 2-yə bölsək 16, 24-ü 2-yə bölsək 12, 40-ı 2-yə bölsək 20. Deməli, 2 hər ikisi üçün ortaqdır. Qabana plus qoyuram. 16, 12, 20. Yenə hər ikisini, hər üçünü daha doğrusu 2-yə bölə bilərik. 8, 6, 10. Burada plus qoyuram, hər üçünü böldü. Davam edirik. 8, 6 və 10-u yenə 2-yə bölürəm.
4, 3, 5. Bu 2 də ortaqdır. Yenə plus qoyuram. İndi var bizdə 4, 3 və 5. Bunlar üçün ortaq bir bölənimiz yoxdur. Əslində biz əbobu tapmışıq. Yəni, ortaq olanların hamısını bir-birinə vursaq, cavabı almış olarıq. Yəni, bu ədədlərin əbobu bərabərdir. 2 vurulsun 2 vurulsun 2 bərabər 8. Həqiqətən də baxsaq görərik ki, 32 də 8-ə bölünür, 24 də 40-da. Amma əməliyyatı davam etdirək. Bundan sonrası necə icra etməliyik? Çünki başqa misallarda bizə lazım olacaq. Yenidən 2-yə bölürük. 4-ü 2-yə böləndə 2. 3 bölünmür. Bölünməyəni olduğu kimi yazırıq. 5 bölünmür. Olduğu kimi yazırıq. Yenə 2-yə bölürük. 1. 3 olduğu kimi qalır. 5 olduğu kimi qalır. 3-ə bölürük. 1-ə toxunmuruq. 3-ü 3-ə böləndə 1. 5 olduğu kimi qalır. Və təzədən 5-ə bölürük. 1. Əməliyyatımız burada yekunlaşır. Aşağıda olanlar ortaq olmayan vuruqlardır. Yuxarıda olanlar isə ortaq olan vuruqlardır. Ortaq olan vuruqları bir-birinə vuranda əbob alınır. Davam edirik. Nümunə misal 2. Bir-birindən fərqli x, y, z sadə, natural ədədlərdir. Əgər a bərabərdir x kubu y z üstü 4, b bərabərdir x, y kubu z kvadratı və c bərabərdir x kvadratı z kvadratı olarsa, əbob A, B, C-ni tapın. Yenə əvvəldə qeyd etdiyimiz kimi, əbob ortaq olan vuruqların hasilidir. İndi ədədlərimizi yazaq. Deməli, əvvəlcə A-dan başlayırıq. A bərabərdir x-in kubu, y, z üstü 4. B bərabərdir x, y kubu, z kvadratı və C bərabərdir x kvadratı, z kvadratı. Əbob A, B, C bərabərdir. Deməli, əvvəlcə başlayırıq x-lərdən. Burada x kubu, burada x kvadratı var. Ortaq olan nədir? Hər üçü üçün ortaq olan x-dir. Ona görə yazıram. X vurulsun. Y-lərə keçirəm. Burada y kubu. Burada isə ümumiyyətlə y yoxdur. Ona görə y-i götürə bilmərik. Və z-lər z üstü 4, z kvadratı, z kvadratı. Ortaq olan nədir? Z kvadratıdır. Deməli, əbob A, B, C bərabərdir x vurulsun z kvadratı. Cavabını almış olduq. Nümunə misal 3. Uzunluqları 42 cm və 18 cm olan iki çubuq bərabər ölçülü parçalara ayrılmalıdır. Ayrılmış parçalar ən çox neçə santimetr ola bilər? Deməli, iki çubuğumuz var. Biri uzundur. Bu 42 santimetrdir. O biri nisbətən qısadır. Bu da 18 santimetrdir. Bu çubuqları bərabər ölçülü parçalara ayırmalıyıq. Yəni, burada da bərabər ölçülü parçalara ayırmalıyıq. Burada da bərabər ölçülü. Yəni, buradakı parçaların uzunluqları x-dirsə, buradakı parçalarımızın da uzunluqları x olmalıdır. Bu məsələni həll etmək üçün biz əbob 42 18-i hesablamalıyıq. Yenə əvvəlki qaydaya əsasən 42, 18. Hər ikisi 2-yə bölünür. 21, 9. Hər ikisi 3-ə bölünür. 7, 3. Deməli, həm 2, həm 3 ortaqdır. 7 və 3 artıq ortaq heç bir şey yoxdur. Əslində cavabımız alındı. Əbob 42, 18 bərabərdir 2, vurulsun 3, bərabərdir 6. Deməli, 42 cm olan çubuğu 6 cm-lik parçalara bölə bilərik. Bu zaman 7 parça alınacaq. 18 cm-lik çubuğu da yenə 6 cm-lik hissələrə bölə bilərik. Bu zaman 3 parça əldə etmiş olarıq. Əbobu hesablayan zaman 7 və 3 kimi ortaq böləni olmayan ədədlər alınarsa, burada əməliyyatı saxlaya bilərsiniz. Əməliyyatı davam etdirmək bizə əkobun hesablanması zamanı lazımdır. Buna sonra baxacaq. Davam edirik. Nümunə misal 4. Uzunluğu 40 cm və eni 16 cm olan düzbucaqlını kəsərək bərabər ölçülü kvadratlar yaratmaq lazımdır. Bu düzbucaqlıdan itkisiz ən az neçə kvadrat əldə etmək olar və bu zaman kiçik kvadratın sahəsi nə qədər olacaq? Deməli, bizim düzbucaqlımızın uzunluğu 40 cm, eni 16 cm bərabərdir. Bu düzbucaqlıdan itkisiz ən az neçə kvadrat əldə etmək olar? Bu məsələni
yenə EBOB-dan istifadə edərək həll edə bilərik. EBOB 40, 16. 40 və 16 üçün yenə EBOB-u hesablayaq. Əslində bir çox hallarda ədədlərə baxan kimi onların EBOB-unun neçə olduğunu tapa bilirsiniz. Misal üçün 40 və 16 üçün EBOB-un 8 olduğunu görə bilərsiniz. Çünki 40 da 8-ə bölünür, 16 da 8-ə bölünür. Ancaq yenə də qaydaya öyrəşmək üçün bunu da yazmaq istəyirəm. Deməli 40 və 16-nı bölə bilərik 2-yə. 20 və 8. Yenə 2-yə bölə bilərik 10 və 4. Növbəti dəfə 2-yə bölürəm 5 və 2. Bura qədər olanların hamısı ortaq olan vuruqlar idi. 5 və 2 üçün isə ortaq heç bir şey yoxdur. Gördüyünüz kimi 2 vurulsun 2 vurulsun 2 bizə 8-i verir. Deməli, bizim əldə edəcəyimiz kiçik kvadratların ölçüsü, yəni eni və uzunu, onsuz da kvadratda eni və uzun bir-birinə bərabərdir, 8 sm olmalıdır. Yəni, biz 16, 40 eni və uzun olan düzbucaqlını 8 sm ölçüsü olan kvadratlara ayıra bilərik. Yəni gördüyünüz bu kvadrat üçün bütün tərəflər 8-ə bərabərdir. Kvadratların bizdən sayını soruşur. Ən az neçə kvadrat əldə etmək olar deyir. Bunu şəklini çəkib saya da bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə kvadrat. Və yaxud da düzbucaqlının sahəsini kiçik kvadratın sahəsinə bölə bilərsiniz. Necə? Düzbucaqlının sahəsini necə tapırıq? 16 vurulsun 40 şəklində. Bəs kiçik kvadratımızın sahəsi neçədir? 8 vurulsun 8. İxtisar aparsaq, buradan 2, buradan 5 bərabərdir 10 almış olarıq. Növbəti sual nədir? Bu zaman kiçik kvadratın sahəsi nə qədər olacaq? Yəni, əldə etdiyimiz kvadratların hər birinin sahəsini istəyir. Kvadratın sahəsini 8 vurulsun 8-də tapa bilərik 64. Beləliklə, bu misalımızı da həll etmiş olduq. İndi ECOB haqqında danışırıq. Ən kiçik ortaq bölünən. Verilmiş ədədlərin hər birinə bölünən ən kiçik ədədə bu ədədlərin ən kiçik ortaq bölünəni deyilir. 12 və 9 üçün ECOB-u tapmağa çalışaq. Deməli, elə ədədlər fikirləşməliyik ki, həmin ədədi 12-yə bölmək mümkün olsun. 12-nin özünü 12-yə bölə bilərik. 24-ü 12-yə bölə bilərik. 36-nı, 48-i, 60-ı, 72-ni və s. Hər birini 12-yə bölmək mümkündür. Eyni cür 9 üçün fikirləşsək, 9-u 9-a bölə bilərik. 18-i, 27-ni, 36-nı, 45-i, 54-ü, 63-ü, 72-ni, 81-i və s. İndi 12-nin misilləri və 9-un misilləri içərisində ortaq olanlara baxaq. 36. Deməli, 36-nı 12-də bölmək mümkündür, 9-a da bölmək mümkündür. Ortaq olan. Növbəti 72, 12-nin misillərində də var, 9-un misillərində də var. Deməli, 72-ni 12-də bölmək mümkündür, 9-a da bölmək mümkündür. Ancaq diqqət etsək, ECOB ən kiçik ortaq bölünən. Yəni, misillər arasında ortaq olanların ən kiçiyini götürməliyik. Ona görə ECOB 12, 9 bərabərdir 36 olacaq. EBOB-u hesabladığımız kimi də ECOB-u tapa bilərik. İndi həmin qaydaya baxaq. Deməli, 12 və 9 ortaq olan nədir? 3. Hər ikisini 3-ə bölə bilərik. 4, 3. Bundan sonra ortaq heç nə yoxdur. 4 və 3 2-yə bölək. 2. 3 olduğu kimi saxlayırıq. Yenidən 2-yə bölürəm. 1. Yenə 3 olduğu kimi saxlayıram və 3-ə bölürəm. 1. Hər ikisində 1 alındı. Əməliyyatı saxlayırıq. ECOB-u tapan zaman burada gördüyünüz vuruqların hamısını bir-birinə vurmalıyıq. Yəni, ECOB 12, 9 bərabərdir. 3 vurulsun 2 vurulsun 2 vurulsun 3. Bu yazılışı adətən 3-ün kvadratı vurulsun 2-nin kvadratı şəklində də göstərirlər. Buradan da 3 vurulsun 2 6, 2 vurulsun 3 6, 6 vur 6, 36-nı almış olarıq. Nümunə misal 5. ECOB 30, 70-i hesablayın. Yenə əvvəlki qaydamıza əsasən 30, 70, 2-yə bölürəm 15,
35. Hər ikisini nəyə bölə bilərəm? 5-ə. 3, 7. Ortaq artıq heç nə yoxdur. 3-ə bölürəm. 1, 7-nin olduğu kimi saxlayıram. 7-yə bölürəm. 1 qaldı. 7 böl 7, 1. Və 1, 1 alındı. Əməliyyatı saxlayırıq. Buradan da əkop bərabərdir. 2 vurulsun 5 vurulsun 3 vurulsun 7 bərabərdir. Buradan 10 alırıq. 3 vur 7-dən 21 alırıq və cavabımız 210 olacaq. Bu da misalımızın həlli. Nümunə misal 6. Əkop 15, 20, 30-u hesablayın. Vuruqlara ayırma qaydasını burada tətbiq edə bilərik. Deməli 15, 20, 30. Hər üçünü nəyə bölə bilərəm? 5-ə bölə bilərəm. 15 bölünsün 5, 3. 20 bölünsün 5, 4. 30 bölünsün 5, 6. Deməli 3, 4, 6 üçün ortaq heç nə yoxdur. 3-ə bölürəm indi. 3 bölünsün 3, 1. 4-ü 3-ə bölmək olmur. Olduğu kimi saxladım. 6-nı 3-ə böləndə 2. 2-yə bölürəm. Burada 1 var idi. Burada toxunmuruq. 4-ü 2-yə böləndə 2. 2-ni 2-yə böləndə 1. Burada qutardı və yenə 2-yə bölürəm. 2-ni 2-yə böləndə 1. Və burada da 1, burada da 1, burada da 1 alındı. Əməliyyatımızı saxladıq. Əkobu tapmaq üçün 5 vurulsun 3, vurulsun 2, vurulsun 2. Əməliyyatının nəticəsini hesablamalıyıq. Deməli, buradan 4 alırıq. 4 vur 5, 20 vurulsun 3 bərabərdir 60. Bizim cavabımız olacaq. Bu da 6 nömrəli nümunə misalımız idi. Nümunə misal 7-yə baxırıq. Qarda hərəkət edən qardaş və bacının addımlarının uzunluğu uyğun olaraq 30 və 40 santimetrdir. 620 metr uzunluğundakı yolda hərəkətə başladıqdan sonra onların addımları neçə dəfə üst-üstə düşər? Deməli, ümumi yolun uzunluğu 620 metrdir. Bura 0, yəni başlama nöqtəsi. Burada 620, yəni son nöqtə. 620-ci metr. Bacı və qardaşın addımları birinin addımı 30, birinin addımı 40 santimetrdir. Və bizə lazım olan nədir? 620 metr məsafəyə çatana qədər onların addımları neçə dəfə üst-üstə düşəcək. Yenə də əkop 30 və 40-ı tapmalıyıq. Yəni bizə lazım olan nədir? Elə ən kiçik ədədi tapmalıyıq ki, o həm 30-a, həm də 40-a bölünsün. Əslində hesablamadan bunun 120 olduğunu görə bilərik. Yəni 120-ni 30-a da bölmək mümkündür, 120-ni 40-a da bölmək mümkündür. Bu o deməkdir ki, bacı və qardaş hərəkətə başladıqdan sonra 120-ci metrdə onların addımları üst-üstə düşəcək. Və hələ yol qurtarmayıb. Yenidən 120 metr gedəcəklər. Yəni 240-cı metrə çatanda yenə addımları üst-üstə düşəcək. Yenidən 120 metr gedəcəklər. Yəni 360-cı metrə çatanda addımlar üst-üstə düşəcək. Növbəti 120 metr 480-ci metrdə onların addımları üst-üstə düşəcək və növbəti 120 metr 600-cü metrdə onların addımları üst-üstə düşəcək. Növbəti 720-dir, ancaq məsafəmiz daha qısa 620 metrdir. Ona görə sonuncu üst-üstə düşmə nöqtəsi 600-cü metr olacaq. Bizdən nə soruşulur? 620 metr uzunluğundakı yolda hərəkətə başladıqdan sonra onların addımları neçə dəfə üst-üstə düşər? Deməli, 1, 2, 3, 4, 5. Bizim cavabımız 5 olacaq. Əbob və əkobla bağlı bəzi düstur və qaydalar. Bu düsturlar sizlərə test həlli zamanı lazım ola bilər. Əgər A və B ədədləri qarşılıqlı sadə ədədlər olarsa, əbob AB bərabərdir 1, əkob AB bərabərdir A vurulsun B. Əvvəlcə qarşılıqlı sadə ədəd nədir? Baxın, 14 və 15 bunlar qarşılıqlı sadə ədədlərdir. Niyə? Çünki 14-ün içində 2 var, 7 var. Yəni 2 vur 7 sadə vuruqlar bunlardır. 15-in sadə vuruqları 3 vurulsun 5-dir. Gördüyünüz kimi burada 3, 5, burada 2, 7. Üst-üstə düşən heç nə yoxdur. Əgər üst-üstə düşən heç nə yoxdursa, 14 və 15 qarşılıqlı sadə ədədlərdir. Buna görə də əbob 14, 15 bərabərdir 1 olacaq. Bundan əlavə yadda saxlamaq lazımdır. Ardıcıl gələn 2 ədədin əbobu həmişə 1-ə bərabərdir. Məsələn, əbob 1500 1501.
Ardıcıl 2 ədəd olduğuna görə bunların da əbobu avtomatik olaraq 1-ə bərabər olacaq. Yəni hesablama aparmağa ehtiyac yoxdur. Onsuz da belə uzun ədədləri, böyük ədədləri hesaplamaq çox vaxtınızı apara bilər. Əkob isə A vurulsun B-yə bərabərdir. Bunun üçün də bir nümunəyə baxaq. Məsələn 3, 7. Bunlar da qarşılıqlı sadə ədədlərdir. Əgər 3 və 7-nin əkobunu tapsaq, onları bir-birinə vurmalıyıq. 21. Növbəti qaydamız hər hansı A və B natural ədədləri üçün əbob AB vurulsun, əkob AB bərabərdir A vurulsun B bərabərliyi doğrudur. Ortaq olmayan sadə vuruqların hasili C ilə işarə edilərsə, C bərabərdir əkob AB bölünsün əbob AB və əbob AB bərabərdir kök altında A vurulsun B bölünsün C ifadələri ödənir. Ortaq olmayan sadə vuruqlar deyəndə nə başa düşürük? Bunu bir misalda izah etməyə çalışaq. Bizə 12 və 15 ədədləri verilib. 12 və 15 üçün əbobun tapılması qaydasına baxaq. 12 və 15-in hər ikisini 3-ə bölə bilərəm. 12 bölünsün 3, 4. 15 bölünsün 3, 5. 3 hər ikisi üçün ortaqdır. Bura plus qoyuram. 4 və 5-də ortaq heç nə yoxdur. Əvvəlcə 2-yə böləcəm. 2, 5 qaldı yerində. Yenə 2-yə bölürəm. 1, 5 yerində qaldı. 5-ə bölürəm. 1 və 1 alındığına görə əməliyyatı saxlayırıq. Deməli, burada gördüyünüz 2, 2, 5 ortaq olmayan sadə vuruqlardır. C ortaq olmayan sadə vuruqların hasili olduğuna görə burada C bərabərdir 2 vurulsun 2 vurulsun 5 bərabərdir 20 olacaq. Və eyni zamanda əbob 12, 15 bərabərdir 3. Çünki tək ortaq olan 3-dür. Əkob 12, 15 bərabərdir. Əkobu tapanda buradakilərin hamısını bir-birinə vururuq. 3 vurulsun 2, vurulsun 2, vurulsun 5. O da bərabərdir. Buradan 10 alırıq. 3 vur 2, buradan 6 alırıq. 6 vur 10, 60. Əvvəlki düsturlarımızda da yoxlasaq, C bərabərdir əkob. Əkobu neçə aldıq? 60. Əbobu neçə aldıq? 3. 60 bölünsün 3 bərabərdir 20. Həqiqətən də C-ni əvvəldə 20 hesaplamışdıq. Və əbob AB bərabərdir. Kökün altında A vurulsun B, yəni 12 vurulsun 15. Bölünsün C. C isə 20-dir. Buradan da ixtisarlar aparsaq, məsələn burada 5 ixtisar aparaq, 3, aşağıda 4. Burada ixtisar yenə 4 aparsaq, 3, yuxarıda 3 vur 3, 9, kökatda 9, bərabərdir 3 alarıq. Davam edirik. Nümunə misal 8. Deməli, biz əkob 45, 18 çıxılsın, əbob 45, 18-i hesablamalıyıq. Bu misalda həm əkobun, həm də əbobun tapılması bizə lazımdır. Beləliklə başlayaq. 45, 18. Bir dəfə bölmə əməliyyatı aparırıq və həm əbobu, həm əkobu tapırıq. 45 və 18-in hər ikisini 3-ə bölə bilərəm. 15, 6. Yenə 15 və 6-nın hər ikisini 3-ə bölürəm. 5, 2. Deməli, bunların hər ikisi ortaq olanlardır. İndi 5 və 2 qaldı. Burada ortaq olan heç nə yoxdur. Əvvəlcə 5-ə böləcəm. 1, 2 olduğu kimi qaldı yerində. Sonra 2-yə bölürəm. 1. 1 alınan əməliyyatı saxlayıram. İndi 3, 3. Bunlar ortaq olanlardır. Əbob nəyə bərabər idi? Ortaq olanların hasilinə. Yəni əbob 45, 18 bərabərdir. Plus qoyduqlarım. 3 vurulsun 3 bərabərdir 9. İndi növbə gəlib çatdı əkoba. Əkob 45, 18 bərabərdir. Əkobu hesablayanda isə bunların hamısını bir-birinə vururuq. Yəni ortaq oldu və yaxud ortaq olmadı, hamısını vururuq bir-birinə. 3 vurulsun 3, vurulsun 5, vurulsun 2 bərabərdir. Buradan 9 alırıq, buradan 10 alırıq, 9 vurulsun 10, buradan 90 alırıq. Bizdən istənilən şey nə idi? Əkob 45, 18, yəni 90 çıxılsın, əbob 45, 18, yəni 9 və cavabımız 81 olacaq. Beləliklə, bu video dərsimizin də sonuna gəlib çatdıq.
Natural ədədlərlə bağlı olan 3-cü video dərsimizdə müxtəlif tipli, nisbətən çətin olan testlərin həllinə baxacağıq. Növbəti video dərslərə qədər sağ olun.